Salam əzizlərim, vloguma xoş gəldiniz. Bugün birinci gündür və bizim bir dərsimiz var. Bu yaz havalarında mən 2 dənə rumyana istifadə edirəm ki, yanaqlarım daha qırmızımtıl və çəhrayımsı görsənsin. Və çox adam mənə deyir ki, sənə linersiz belə sadə, yəni daha belə təbii makiyajlar daha çox yaraşır, yəni soft bir görünüm qatır. Buna uyğun olaraq təbii ki, Yara ətrindən istifadə edirəm. Mən çox bəyənirəm. Bəzi insanlar bunu bəyənmir, şirin olduğunu düşünür. Məncə o qədər də şirin deyil. Daha sonra universitetə yollanırıq. Burada sizə The Weeknd üçün özəl olaraq ayırdığım playlisti göstərirəm. Ümumiyyətlə mən sevdiyim müğənnilər üçün həmişə belə playlistlər yığıram. Yəni 6 dənə falan var məndə. Burada Əsmərlə ağlayaraq cinayət prosessual hüquq oxuyuruq. Ən az sevdiyim fənn ola bilər. Dərs arası tənəffüsdə gedib bir susamlı ülkər alıram, çünki niyə də olmasın. Və dərsə geri qayıdıram. Zaten bir dərsimiz var idi deyə tezliklə sona çatır. Evə gəlib səhər yeməyimi yeyirəm. Mən səhər yeməyində çox vaxt eyni şeylərdən istifadə edirəm. Yəni daha doğrusu artıq günorta yeməyi sayılır bu. Mənim üçün səhər yeməyidir də. Sonra üzgüçlüyə yollanıram. Pulsuz su olduğu üçün neçə stəkan içirəm ki, verdiyim pula dəysin heç olmasa və daha sonra çıxanda saçımı quruduram. Artıq İsananı bitirmişəm də, yəni 10 manata almışdım, gərək təzədən alım bundan, çox bəyəndim. Yəni mənim üzümə nəmləndirici düşmürdü. Bu çox işə yaradı. Bu arada endirimlə 10 manata almışdım. Buradan da çıxıb nənəmgilə yollanırıq, çünki bizi qonaq çağırmışdı. Mənim nənəm illərlə aşpaz olaraq işləyib, yeməklərini çox bəyənirəm. Hətta bağından gül buket də mənə hədiyyə elədi. Daha sonra ev üçün dondurmalar alırıq və evə yollanırıq. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.